insana zülm edirsə, cəzası müstəsna deyil, hətta bu dünyada. Peyğəmbərdən bir gözəl hədis oxuyurdum. Neçə il bundan qabaq oxumuşdum, hədisi qeyd edilmişdim. Bu kitabı vərəqləyirdim, hədis çıxdı qabağıma. İşarəsində qoymuşdum hədisin. Peyğəmbər buyurur, 4 şeyi Allah 4 şeydə qoyur. Elmin bərəkəti, istəyirsə elmin bərəkətli olsun, o kimdən ki dərs alırsan, ustadığa ehtiram elə. Ustadığa ehtiramsız olsan, elmin bərəkəti olmaz. Ustadın dəyərini bil, qədrin bil, sözün kəsmə, hörmətsizlik eləmə, hörmət elə. Bu bir. İkinci buyurdu, imanın qalmasını istəyirsənsə, istəyirsən əlində olduğu iman ki qalsın, Allaha təzim elə. Allah'ı xatırla, Allah'ı unutma, halde olsun unutma. Yada sal Allah'ın əzəmətin. Hərdən unutursan ama, gizli unutma olmaz. Sonra ihtiyacımız olacaq. O anlarda, çətin anlarımızda çox olacaq Allah'a. İhtiyacımız olacaq. Allah'ı unutmayacaq. Əzəmətin ziyadda saxlasın, Allah'ın imanın qalar. Üçüncü buyurdu, həyatdan ləzzət almaq istəyirsənsə, həzz almaq istəyirsənsə, ana ataya ehtiram elə. Ana ataya qarşı ehtiramsız olsun, həyatın işi, qaradır ki qara. Heç vaxt həyatın manası olmayacaq. Heç vaxt. Dördüncü vaxt budur, mövzumuza uygun. Kim istəyir cəhənnəmdən qurtulsun, insanlara əziyyət verməsin. Baxın, nə qədər həssas sözdür. Allah bilirəm, məlik hakim olsun insanlara. Deyir ki, bizi xeyrin yoxdur, ziyanın deyməsin insanlara. Sən qiyamət günü gəlib deyə bilərsən, pulum yox idi, xidmət edə bilmədim. Ölümüm yox idi, xidmət edə bilmədim. Vəzifəm yox idi, vəzifəmdən yaxşı məndə xidmət edə bilmədim. Amma sən gəlirsə və necə deyə bilərsən ki, Allah, birin ilə alınmadı, fissi elədim insanlara. Bunu ki, hamımız bacarıq insanlara fissi eləməyək. Bunu kim bacarmır ki? Fissi eləmədən insanlara, çətin bir şey deyir. Çətin olmağı var, amma bunu hamımız eləyirlər. Fissi eləmək insanlara. Əmanətə hətta Allah buyurur, bir nəfər əmanətə xəyanət eləsə insan haqqını tapdalıyır. Bir insan əmanətə xəyanət eləsə bir nəfərdən əmanəti alıb, üzrə belə danışıram, biraz zülmün dairəsini genişləndirin, baxaq görək biz də onun içində yoxsuyuq. Tapaq biraz özümüzün müəyyən yerlərdə, görək haradayıq biz. Bir nəfərdən əmanət alır, hədisdir bu, Peyğəmbərdən. Əmanəti qaytarmır, alıb qaytarır. Qaytara da bilər, biz çətinliyə salsa özünü qaytarar. Qaytarmır da. İnsan əgər əmanəti qaytarmır, Həzreti Peyğəmbər buyurur, bu insan ölsə mənim dinimdə ölməyib. Başqa dində öldü getdi. Mənim dinimdə ölmədi. Bir borcu alıb vermir, səhlənkarlıq edir, kiminəsə maşın alıb, maşını pis sürüb, xarab edir, hər halda nə olursa olsun, əmanətə xəyanət edən insan Peyğəmbər buyurur, mənim dinimdə ölməyib və qiyamət günü Allahın huzuruna gəlsə, Allah ona qəzəbli olacaq. Əli əleyhissalam Beytulmala necə gəlmişdi, gecə vaxtı, əleyhissalam tapşırdı qalxmayağa, neçə nəfər gördü, məsullar var, tez edin, Beytulmalı bölüşdürün, şey olmuşlar deyəsən, sahibələr ilə, səhər var da, nə oldu bu Beytulmalı bölüşdürməyə vaxtıdır? İmamız cavabını deyir sizə, buyurdu, təqbəlunəni ən əişə ilə xət, siz zəmanət verirsiniz, mən sabah qalacağım yoxsa yox, siz mən sabah yaşayacağım, zəmanətsiz yaşamaqla, zəmanətiniz yoxdur, mən nə edirsiniz sabaha qalsınmış? Mən bu günün işin sabaha niyə saxlamalıyım ki? Bugün saxlayacaq, sabaha niyə saxlayıram? Allah rəhmət eləsin, Ayətullah Büruzeyli, böyük alimlərdən biriydi, müştehid idi. Dövrün ən böyük müştehidi bir nəfərə dərsdə tələbələrdən birinə məsələn işini incitmişdi. İncitmişdən tələbə çox sual verdi, Üstad biraz səsini qaldırdı. Ayətullah Büruzeyli, dikəni tutar da, amma bir bunu deyəndəcə başına oldu. Gecə ilə şam namazına getirmiş, cəmaat namazı qılırdı. Bir nəfərə xəbər göndərir, gəl gedir şəxsdən mənəllıq alır. Gəldi qapısını döyürlər, filan kəs çıxır bayra. Artıq biz yerdi, gəlmişəm sənin əllərini öpüm. Sənin qoyman olsun, mən əlimi ötüsən deyirəm. Çox narahat istəyirəm bizimə. Bu olmaz, bu insan haqqında mən yata bilmərəm. Mən başımı qoyub yata bilmərəm.
Bunlar çox rahatdır. Anasını narahat edib gecə yatır rahat. O ki qaldı adı dost tanır. Atanı narahat edib gecə yatır rahat. Uydu müştərikdir, yox, mən belə görməm. Ona görə demişlər, demişsiniz yayın ki, demişlər, əgər qəzəblənsən, söz vermişdi özünə o qədər hesab kitab edirdi ki, demişlər, əgər qəzəblənsən, bir oruç tutacaq. Bir dənə qəzəbləndin, bir dəfə bir il oruç tutacaq, bir dəfə də qəzəbləndi, bir il gedib oruç tutacaq. Bir dəfə kişi qəzəblənir, bir də bir il oruç tutur ki, niyə qəzəblənməlisən? Sən kimsən qəzəblənirsən, ay nəfs? İnsan haqqı bu qədər mühümdür. Bu qədər mühüm məsələlərdən biridir. Qiyamət günü insan gəlir, baxın və eşidin, hədisə baxın. İnsan gəlir, əməl dəftəri doludur. Hər şey yazılır, bu gözəl şeylər. Namaz, oruc və həc və s. Elə bir məqamlardır ki, belə görür ki, bir sıra insanlar düzülüb. Baxır, mələklərə sual verir, bunlar kimdir belə? O insanlardakı bu dünyada haqları qalıb sənin boynunda. Bəs niyə düzülübdülər? Dikər bu haqlarını istəmir. Bir-bir yaxınlaşırlar. Bir-bir. Halallıq verirsən, deyir, vermirəm. Bəli, vermirəm. Nə istəyirsən, namazının savabını ver, mənə verin. Verdim, namazın savabı getdi. Orucun savabı getdi. Filan savab getdi. Bir də ayılır görür, heç nə yoxdur əməl dəftərində, heç nə. Heç nə yazılmayıb. Ondan sonra buna səs gəlir. Qeymə, ərciyo, vərəəkum fəltəmisu nurən. İndi qaydın dünyaya təzdən qazanın. Get dünyaya. Axı gedi də bilmirsən. Dünyaya qayıdış da yoxdur. Bitdi. Məsələ bitdi. Ona görə bilirsiniz, qiyamətin ən çətin səhnələrindən bir hansıdır. Mən qiyamət haqqında bir vaxt yazıb pozurdum. Çünki mən sizə bir il qiyamətdən danışmışım, hətta bir ildən çox. Ona görə hey yazıb pozurdum, nə qədər ki çalışırdım, kitab əlimə çıxırdı, götürdüm, yazırdım. Oxuyurdum, o qeyd edirdim. Özümün belə başa düşürəm, qiyamətin ən çətin anlarından biri bir üstünadır. Bir yerə gətirirlər insanı, insanlar düzülüb. Bir yerə gətirirlər insanı, insanlar düzülüb, orada deyirlər o insanlara ki, qalxın ayağa haqqınızı tələb edin. O qədər qorxa-qorxa baxır ora-bura ki, birdən bu tərəfdən biri qalxar, birdən bu tərəfdən biri qalxar, yalvara-yalvara qalıb. Ay Allah, qalxmasın heç kəs. Hala bir nəfər ayağa qalxmasın. Ən çətin səhnələrindən biri budur. Ən çətin və qəliz səhnələrindən biri budur. İnsan haqları belədir. Bu qədər mühümdür. Biri deyir, dua edirdi Peyğəmbərlərin birinin dövründə. Dua edirdi, Allah filan kəs mənə zülm edib. Onun zülmünə görə sənə nifrin edirəm ona görə ki, ona lənətini göndər, bəlağı göndər. Ona deyir, xəbər gəldi. O dönəm Peyğəmbərlərin vasitəsində sahilində gəlir, onu tapmaq lazım.